2025-ci il iyunun 2-də Bakıda keçirilən Baku Energy Week Azərbaycanın enerji sahəsindəki qlobal mövqeyinin bir daha təsdiqlədi. Bu mühüm tədbirdə çıxış edən Prezident İlham Əliyev ölkəmizin enerji siyasətinə dair əsas mesajları dünya ictimaiyyətinə çatdırdı. Onun nitqi Azərbaycanın strateji baxışını, regional və beynəlxalq rolunu aydın şəkildə ortaya qoydu. Azərbaycan artıq təkcə enerji ixrac edən bir ölkə deyil. Bugün ölkəmiz enerji siyasətini geosiyasi vasitəyə çevirərək Avropa və Asiyanın enerji təhlükəsizliyində açar oyunçuya çevrilib. Prezident İlham Əliyev çıxışında bildirdi ki, Azərbaycanın enerji sahəsindəki uğurlar bizim milli siyasətimizin və müstəqil yolumuzun nəticəsidir. Biz bu yolu xalqımızın rifahı, regionu sabitliyi və beynəlxalq əməkdaşlıq üçün irəliləyirik. Prezident bu fikirlə Azərbaycanın enerji sahəsindəki fəaliyyətinin yalnız iqtisadi deyil, həm də siyasi və sosial mahiyyət daşıdığını vurğuladı. Forum çərçivəsində dünyanın 40-dan çox ölkəsindən nümayəndələr, beynəlxalq enerji şirkətləri və analitik mərkəzlər iştirak edirdi. Bu isə Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul olunmasının göstəricisidir. Prezident çıxışında qeyd etdi ki, biz enerji təhlükəsizliyin iqtisadi məsələ kimi deyil. Bu yanaşma Azərbaycanın enerji siyasətindəki uzaqgörən strategiyasının bir nümunəsidir. Cənub qaz dəhlizi layihəsi barədə danışan Prezident bu nəhəng layihəni təkcə infrastruktur və iqtisadi təşəbbüs kimi yox, həm də siyasi sabitliyin və qarşılıqlı inamın göstəricisi kimi təqdim etdi. Azərbaycanın təbii qaz bugün artıq Avropa bazarına çıxır və bu Azərbaycanın geosiyasi mövqeyini möhkəmləndirir. Eyni zamanda Azərbaycan yaşıl enerji sahəsində də sürətli irəliləyir. İlham Əliyev çıxışında bildirdi ki, işğaldan azad edilmiş ərazilərdə günəş, külək və su enerjisi potensialı dünyanın diqqətini cəlb edir. Bu bizim yeni enerji gələcəyimizdir. Bu fikirlə dövlət başçısı Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası kimi inkişaf etdirilməsi ölkənin enerji siyasətinə yeni bir səhifə açdığını göstərdi. Azərbaycanın enerji strategiyası yalnız resurslarının satışı ilə məhdudlaşmır. Bu strategiya həm də ölkənin uzunmüddətli inkişaf planının əsas dayaqlarından biridir. İlham Əliyev dedi ki, biz enerji resurslarından gələcək nəsillər üçün dayanaqlı inkişaf strategiyası qurmaq məqsədi ilə istifadə edirik. Bu isə o deməkdir ki, enerji gəlirləri təhsilə, infrastrukturun bərpasına və qeyri-neft sektorunun inkişafına yönəldilir. Enerji siyasətimiz Azərbaycanın diplomatik gücünü də artırır. Bakı artıq beynəlxalq enerji dialoqunun aparıcı mərkəzlərindən birinə çevrilib. Prezident çıxışında vurğuladı ki, Azərbaycan enerjində yalnız qazanc üçün yox, regionda və dünyada sabitlik, əməkdaşlıq və qarşılıqlı hörmət naminə istifadə edir. Bu Azərbaycanın məsuliyyətli oyunçu kimi beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. Baku Energy Week Azərbaycanın yalnız enerji sahəsində deyil, həm də diplomatik və strateji platformalarda oynadığı rolu bir daha göstərdi. Bugün biz neft və qaz ixrac edirik, amma sabah ideya, təcrübə və model ixrac edəcəyik. Bu enerjidən güc alan deyil, gücünü enerjiyə çevrilən Azərbaycanın uğur hekayəsidir.